tarladan süfrəyə misal gətirə bilərəm mən ona. Məsələn, necə tarladan süfrəyə? Algoritmlər. Aysa, iyi bir şeydir, algoritmlar. Algoritmlə keçəcəyik, ondan sonra bilik mövzusu gəldi orada. Məsələn, burada addım-addım, mərhələ şəkildə səbəb-nəticə əlaqəsinin tapılması da buna aiddir. Başa düşürsünüz, məsələn, tarladan süfrəyə. Nə deməkdir? Əşdən gecəsin. Sonra da gətirsin süfrəyə. Çətsi qadasından. Biz başa düşməyə çalışırıq. Nədir? Tarla nədir? Az bilmir ana. Tarla gətirsin, gətirsin. Tarla nədir? Tarla deyirsiniz onu. Sahə. Sən birdən-ikdən tarla deyirsən orada. Sahə. Az sonra. Sahə, çətsi dilindən nə olur? Tarla, türk dilinə keçir. Hə. Sahə. Sahədə sən gətirirsən. Amadur. Bostan. Bu bilindiğidir. Bostandan karpuzu kopardı orada yemekten. Burası bostan görürüz. Ulan hiç bostan görürüz mü? Panik filmler. Panik filminde karpılar nerede? Panik'in içine girirsiniz mi? Panik izleyicisi 5 taraf. Ha. Bu. O pamuğu götürürsen orada bir tane balıktan yiyirsen. Derman oldu.